Mənəvi və maddi sıxıntıdasan, bilmirsən səbəb nədir, qaynaq nədir, gəl sənə izahını verim. Çox dəyərli izləyicilərimizdən biri bu cür gözəl rəy bildirdiyiniz üçün sizə sonsuz təşəkkür edirik. Allahın lütfü rəhməti daim sizinlə olsun. Deməli, dəyərli izləyicilər, mütəmadiyyən sıxıntıdasan, hara əl atırsan, heç bir işin düz getmir. Bütün sıxıntıların ardarda, üst-üstə qalmışsan çıxılmaz vəziyyətdə, sıxıntının pik nöqtəsindəsən və bilmirsən səbəb nədir. Elə bir türlü ancaq problemlərlə cəbəlləşirsən, vuruşub çalışırsan, amma irəli də gedə bilmirsən. Bunu öyrənmək üçün nə etmək lazımdır? Sənin üzərində olan əsas sıxıntının qaynağı nədir, səbəbi nədir? Onu öyrənmən lazımdır. Nəfs midir, nəzər midir? Öz aldığın yanlış qərar mıdır və yaxud da niyyəti kirli olan insanların sənə etdiyi cadu mudur, faluqları mıdır? Və bilmirsən gələcəkdə səni hansı böyük bir sıxıntı gözləyə bilər, hansı ki çox ağır depressiyaya və şuuraltı travma yaşatdıra bilər sənə. Bunların hamısını sərgiləyən, ortaya çıxardan şifrəli, kodlu istixarədir. Zənni istixarə var, təsadüfi şübhəli məlumat verilir. Məlumat doğru da ola bilər, yanlış ola bilər, 99% yanlışdır təsadüfi istixarədə. İnsanlar istixarə üçün bir türlü burada səhv açıblar. Bəli, əlində ciyər axşamında oynanılan kart və insanlara talih haqqında məlumat verirlər. Tamamilə yanlışdır, dəyərli izləyicilər. Bu cür şey Allah Teala Maidə surəsi 3-cü ayədə fal oxları ilə Allah sizə məşğul olmağı qadağan etmişdir. Edən də elətdirən də Allahın rəhmətindən uzaqdır. O kartlardan, o falçılardan, cinci, baxıcı, ekstrasens hocalardan xeyir görən Allahdan bəla çəkər. Onların üzərində lənətli karma vardır. Heç bir zaman sən onlardan xeyir görə bilmərsən. Çünki səbəb odur ki, onların işinə bismillah demək yaramır. Heç indiyənə qədər kart qarşılıq bismillah deyən gördünmü? Bismillahsız olan yerdə xeyir mi axtarsan? Ağıl böyük nimətdir. Bir də var şifrəli, kodlu, yəqin dəqiq istixarə. Samavi kitab Quran-ı Kərimlə. Hər bir insan müxtəlif zaman və məkan koordinatları altında dünyaya gəlmişdir. Və hər bir insanın müxtəlif zaman və məkan koordinatları altında vəfat edir. Bu o deməkdir ki, heç kimin nə məkan, nə də ki görkəm, nə də ki tarix seçim yoxdur dünyaya gəlməkdə və dünyadan köçməkdə. Bu küllü iradədir, Allahın qanunudur. O deməkdir ki, hər bir insan ayrı bir iradənin, ayrı bir enerjinin, ayrı bir əbcət hesabının sahibidir. Və şifrəli kodlu istixarə də olur ki, sizin məlumatlarınızla hesablanır. Hansı surə ayət çıxırsa, ona da məlumat alırsınız. İstixarə edəni və elətdirənin fikrincə, niyyətincə deyil. Gələn bildiriş Quran ayəsindən nə çıxsa, o deyilir sizə. Baxın, qısa izahını verirəm və WhatsAppda müraciət etdiyiniz zaman şifrəli kodlu istixarə üçün bu cür qaydada çəkilir istixarənizin cavabı və göndərilir özünüzə. Misal olaraq deyirəm, adınız Zəhradır. İndi hər dəfə bəyləri misal verir, bu dəfə xanımlardan verək misal olaraq. Adınız Zəhradır. Deyək ki, 1990 təvəllüdsünüz. Ananızın adı Fatimədir. Qurbatan ilallah. Bəli, baxın, 1990 əbcət hesabınız, öz adınızdakı hərf rəqəm sayı, ana adındakı hərf rəqəm sayı hamısı önəmli rol daşıyır və İslam hesablaması riyazi üsulla hesablanır. Hansı surə ayət çıxırsa, ona dair məlumat verilir sizə. Misal olaraq deyirəm, birinci çıxan istixarəniz misal olaraq deyirəm. İxlas surəsi. İxlas surəsi 1 çıxdı hesablamaya görə. Bəli. Qul huvallahu əhəd, de ki, o Allah təkdir. Burada bəli, Allahın yardımına dair işarə verir ki, yəni tək olan Allah, vahid olan Allah sənə yardım edəcək bir işində. Və digər istixarən, ikinci çıxan istixarə misal olaraq deyirəm, Fələq surəsi 4-dür. Bəli, Fələq surəsi 4-də Əstəğfirullah və min şərri nəfəsat fil uqad və düyümlərə üflənənlərin şərrindən. Bu deməkdir ki, sizə kimsə fal oxları ilə təsir etməyə çalışır və digər istixara misal olaraq deyirəm, Qələm surəsi 51 misal olaraq da onlar hardasa səni gözləri ilə devirirlər. Gözləməyə aid nəfsə nəzərə dair ayədir. Bəli, burada sıxıntılarınız olacaq, Allahın yardımı var. Burada kimsə fal oxları ilə sizə taarruz, təsir etməyə çalışır. Qələm 51-də üzərinizə nəfs nəzər olduğuna dair işarə verir. Baxın, və bu cür şəkildə istixarənizin cavabı video şəklində çəkib atılır özünüzə.
Həmçində lazım gəlsə yazılı şəkildə də video görüntü ilə əlavə olaraq göndərilir. İndi baxın, və yaxud da bir işin sizə uyğun olub olmaması. Deyək ki, bir oğlanla bir araya gəlmək istəyirsiniz, ailə qurmaq istəyirsiniz, onun niyyətini bilmirsiniz. Onun zahiri olaraq sözləri sizə odur ki, sən istəyirəm, ailə qurmaq istəyirəm, amma sən talihinlə oynamaq istəmirsən və tam dəqiq bilmək istəyirsən ki, o insanın niyyəti ilə dediyi birdirmi və yaxud da qismət talihiniz ulduzunuz birdirmi? Və burada misal olaraq Əli, deyək ki, 1988 təvəllüd, anadır, deyək ki, məsələn, misal olaraq Aminə, qurbatan ilallah. Bəli, eyni ilə bu qaydada da bu adamın əbcəd hesabı öz adındakı hərf rəqam sayı, ana adındakı hərf rəqam sayı ilə hesablanır və bununla üzərində ayə bu ayə 1 ayə açılır, 2, 3 və lazım gələrsə 4-5 ayə açılır və bu adamın üzərində də bağlılığı mı var, qismət talihi açıqlığı mı var, cadu mu var, nəfsi mi var, üzərində bildirilir və hesablanır. Orta məxrəclə deyilir ki, bəli, bu insanın yəni sizinlə bağı var, niyyəti ailə qurmaqdır və yaxud da deyil. Və yaxud da hər hansısa bir təhlükə mi var? Bax, misal olaraq, burada istixaranın birində, misal olaraq deyirəm, Nur surəsi 61 çıxarsa, burada yəni sakat olana, topal olana, xəstə olana bir güclülük yoxdur. Kör olana bir güclülük yoxdur deyilir. Bu deməkdir ki, bu insan çox ağır fiziksel xəstəlik keçirəcək və yaxud da Ənbiya 83 çıxarsa, mənə bir zərər və sıxıntı, xəstəlik gəldi və yaxud da digər ayələr çıxarsa, bu nə deməkdir? Bu insan həyatında olan təhlükədən bəhs edir. Bəli, amma bu adamın xəbəri yox. İstixara gələcəkdə olan zamanda bizim üçün naməlum olan, bəlli olmayan bir şey haqqında məlumat verir bizə. Və sıxıntımızın səbəbi nədir? Cadu mudur, nəfs midir, nəzər midir və digər məlumatlar. Bəli, və bu cür qaydada gördüyünüz kimi çəkilir, istixara cavabı və atılır sizin özünüzə. Bəli, şifrəli kodlu yəqin dəqiq istixaradır. Təsadüfi zənniyə şübhəli məlumat verilmir. Və o bütün çıxan surələr, ayələr, yəni hesablama ilə hansı surə ayə çıxırsa, hər bir insana ayrı surə, ayrı bir ayələr çıxır. Nadir hallarda olar ki, eyni ayə çıxa bilər. O da çox nadir hallarda olur. Bəli, əgər uyğunluq görünürsə istixarada, o negativ enerjini aradan qaldırmaq üçün Rəbbani batilnamə olunur və bir araya gəlməniz üçün aranızda aşırı dərəcədə sevgi, məhəbbət bağı artırmaq üçün, maneələri götürmək üçün ilahi kodlaşdırma olunur. Və unutmayın ki, ən ağır cadunu təmizləyib taramar edən Peyğəmbər məktəbi üzərindən kodlaşdırmadır. Rəbbani kodlaşdırmadır. Digər bütün nə olursa olsun, o cadu əməlin xilas olmağınızın şansı yoxdur. Rəhmani batilnamə olmazsa. Bəli, iş ailə çərçivəsində görülür. Mənəvi qeybi gizli ad dəyişmələr bizdən sizə hədiyyə olur. Ətraflı məlumatda profildə əlaqə nömrəmiz var. Əlaqə saxlayıb bütün detallı məlumatları əldə edə bilərsiniz. Videonu bəyənin, takip atın və bu videoya kommentdə fikrinizi bildirin. Allahın rəhməti daim sizinlə olsun. Allah sizi sevsin, sevdirsin, sevindirsin inşallah.